Mən zaman-zaman özümü dərk eləyə bilmirəm. Zaman-zaman özüm öz sayrışmalarımın içərisində azıb qalanda çaşıram, deyirəm, Diyan, bir dəqiqə ayağını saxla. Sən harayla gedirsən, mən öz özüm də bilmirəm. Ona görə bir dəfə çoxdan olan söhbətdir, bir əzizim, mən sən anlamıram, dedim rəhmətliyinə vəzələ, deyəm bir mən öyle özümü anlayayım. Mən özümü anlamıramsa, sən məni necə anlaya bilərsən? Çünki zaman keçir, ömür gedir. Mən bugün hamı deyir Kamran Yunus böyükdür, Kamran Yunus belə, sabah elə bir məqam gəlib çatar, elə bir situasiyaya düşə bilərəm ki, Kamran Yunus qorxağın, yaltağın, əclafın, şərəfsizin, Allah irasın biri ola bilər. Yəni özünüzü sorsalamırsınız. Bilmirəm. Maraqlı yanaşmadan. Bilmirəm. Mən bilmirəm Hüseyin Cavidin o güllənin qabağına qoyanda, güllənin qabağında son sözü nə olub? Mən bilmirəm Mikail Müşfiqin gülləni o tüfənglər dayanıb onu nişangaha alanda Mikail Müşfiq son nəfəsində nə deyib? Mən bilmirəm. Əzəba doğrudanmı Nəsimini o çarmıxa çəyəndə deyib ki, məndə sığar ki, bu kinodur, bildik. Mən bilmirəm. İnsanları da bütləşdirmək istəmirəm, heykəlləşdirmək istəmirəm. O insandır. Nəsimi də mənim kimi insan olub, qorxub, çəkinib, qısqanıb. Bugün qarşınızda oturan Kamran, Yunus, Kamran, nə bilirsən bir ildən, 5 ildən, 10 ildən sonra burada oturarsan deyərsən ki, rəhmətli Kamran Yunus burada oturmuşdu, biz belə danışdıq filan. Çox böyük insan və başlayasınız bir bildiyimiz ənənəvi Kamrandan bilmədiyimiz ənənəvi bir dənə Kamran bir heykəli yaradacaqsınız. Söhbət sizdən getmir. Yəni sizin öz sərhədləriniz var. Mənim sərhəddim yoxdur, amma mənəviyyatın bir sərhəddi var.